Dostlar, Horror Hospital'ın ikinci bölümüyle karşınızdayım. İkinci bölümde təzə qonağım Həsən oldu. Salam. Bəli, Həsən mənim dayımın oğludur və onunla başlamaq istədim ikinci bölümə. Çünki qorxanda gərək yanında kimsə ola ki, o qorxunu hiss eləyəsən. Və Horror Hospital'ın ikinci bölümünə let's go deyirik. Bəli dostlar, burada qalmışdıq. Gəl Həsən. Gəldim. Burada bir yer var. İçmə girmə, zəhmət olmasın ki, heç kim görmür. Burada hiçbir şey yoxdur məncə. Çıxaq. Bu yavaş yeriməkdə qalxsı ideal olardı. Sonsuz deyə əziyyət verir. Hoppana get. Burada qapı var. Bəli dostlar. Heç nə yoxdur. Təxmin edeyim kimi. Heç olmayacaq. Burada da sandık var ha. Ana. Hadi. Hiçbir şey yok sandıklarda. Məmnun açar sıxmalıdır ancaq. Niyə ki? Mənim hər qorxu bölümündə şey elə olur da videosunda. Bura açıq deyil yenə də. Bura açıqdır. Bəlkə üst. Uydu. Wow. Bu nədir ki? Oy başla. Bunun içində nəsə olur ki? Bəzən. Bəli. Kes. Qapı açılmır. Kes. Bir dənə düyməyə bas zəhmət olmasa. Hə, düymə var imiş burada. Kes. Biz yox, bir dəqiqə dayan. Hə. Açılıb üç. Qəşəng. Üst qat da açılıb. Danışa bilmədim ki. Stres keçirdim. Açaq. Bismillah. Birinci ilk qapdan denəyək. Qana bax. Bir dəqiqə dayan. Hə. Mən qorxuram biraz. Gəlsən o qapılara baxaq. Bir nəsə bir mənə. Nağdı nəsə çıxa bilər. Hə. Bəli, ayaq yolunda yenə də gördüyümüz kimi. Gəl. Wow, stres keçirdirəm. Həsən. İlk qapı. İlk otaq. Qan var. Və burada sandıq var. Ha? Yox. Niyə? Hər otaqda sandıq var idi. Hayda. İkinci. Bir dənə otağa apar. O qan var. Mən bura girəməyəcəm. Mən girərəm. Nəsə var? Bilməm, yox. O birisi otaq. Gəldik əsas qan apardıq apar. Mən bura girəməyəcəm. Bismillah, mən girərəm. Açılmır. Tam da fikirləşdiyim kimi. Çünki buranın açarı lazımdır. Onda ikisindən bir yeri. Orada da qapı var, burada da. Yəni qabaqda yer. Birinci bura baxaq. Heç qabağa bax. Sol tərəfdə deyil. Sağ. Wow. Qəşəng. Bura baxdın. Yox. Qanlar var. Aparır. Yenə də. Və yenə də 2 dənə qapı. İkimiz girək. Onun üçün. Burada bəli. 10 qranat çıxırmış. Yəni ehtiyac olmadı. Əgər ki bilsəydi ki 10 qranat çıxır. Burada boşdur. Ancaq başqa hara qaldı. De qapı. Hanı? Hələ heç dostlar, heç bir sandıqda heç nə çıxmayıb. Mən bunların da içinə baxıram. Gəl, burada da otaq var. Gəl. Burada qapı. Deyə sandıq. Boş. Yenə də heç nə yoxdur. Bunların için yenə də yoxlayacam. Ürəyimdə qalır. Burada da var qapı.
Ay. Al. Yoxdur. Yox. Deməli, neyinirik? Heç bir fikrim yoxdur. Gedir. Buradan dostlar hoppana. Ora girdik. Elə belə Bax. bura bizdən tərk girəcəyik. Bilmem valla. Bəlkə nəsə var belə evdə. Biz düzgün baxmamışıq. Açarım. Bizdən bura girib baxırıq. Bura baxmırıq. Bəli dostlar. Burada da heç şey yoxdur. Yatağın altında nəsə olur. Sandıq gizli. Onu da qoyanmazlar. Məncə nəsə. Qan görsədiblər burada. Baxda. Biz yaxşı eləmirik. Hərəmiz bir otağa dağılmalıyıq. Məsələn bura. Sandıq falan. Hiçbir şey yoxdur. Hiçbir şey yoxdur. Tuvaletlərin qapısı açılmır. Başqa bir yer qalmadı. Aha. Tapdım. Dostlar. Bunun içində heç nə yoxdur. Hasan. Sən hardasan? Mən səni tapamıyorum. Ayak yolunda. Gəl Hayda şöyle oğlum. aşağı. Məncə yuxarı çıxaq. Yuxarı çıxma var. Bəli. Aa. Çıxaq gəl. Məncə bir dənə jumpscare alacaq. Keçən gəldi. İndi bax, birinci spesial otağımıza keçirik. Keçdi. Ayda. Buralar açılır. Yox. Yenə də açılır. Bura keçək. O tamam. Pencereden bakmış. Yok. Şey. Heç bir şey yox deyə. Karanlık. Bir dənə də şey qoymazsan, yəni. Araşdırmalıyıq, tapmalıyıq. Altda bir şey olmalıydı deyə. Qapını boş yalandan qoymamışdılar. Bura girer mi? Ne? Daxil olaq. Bura kuxnaya oxşatdı ne? Ayaq yolu. Burada heç nə yoxdur. Yoxdur. Bura yemek. Aha tapdım. Bak gel bura. Bura nasıl ip düzdüler. Sırf bura. Yo, bunun qıraqlarında da var. Bir tane buralarda var. Bunun qıraqlarında var. Bilmem valla. Ha, Ana bilmem. Dəhşət qorxuram. ben de. Var ayaklarına geliyor. Gelmeyeyim da. Gelmeyeyim. Ay bana sıksana. Bir dəqiqə dayan. Sık da çöle. Sık. Aa. İngilisini də bilsən? Ha. Bəli dostlar, biz bunu tərcümə etdik. Həsən nə idi? Bəzilərinin məni izləməsi mənim xoşuma gəlir. Bəli. Xoşbəxt his etdim, yəni. Sözə var bir dənə. Çox qəribə sözdür ya. Yaxşı hiss etdim. Və burada da otaq var. Və mən ora getməyə çox qorxuram. Harda ki? Və qabaqda da otaq var. Mən ora girən kimi o səs gəldi. İkimiz girək də bura. Deyə göydə ildırım çaxır. Tam yaxşı oldu. Və burada sandıq var. Açar.
Bəli, aşağının açarını tapdım. Deyə Həsən əlimdə. Ron o bəst. Oyunum çox kasır, dəhşət kasır. Qorxuram. Allah qəl, qorxuram. Və bura girmişdik. Hara? Ha, girmişdik. Ya tuvalet sonra. Ay səni, aşağını kim atacaq? Taş kağıt makas. Taş kağıt sən. Ayda, yaxşı. Mən atsın. Amma dəhşət qorxuram ha. Buradan qorxuram. Gəl sən at. Yo, mən qorxuram. Gözlərimi yum bastım. Qorxuram. Gəl, elə şey yoxdur. İkimizə girməliyik. Gəl. Gözləri yum onda. Gözümü yummuyor. Bəli dostlar, Telefonu uzaqsın. izləyicilər. Gəl. Elə şey yoxdur da, gəl. Gəl. 3, 2, 1. Wow. Həsən, gəl, dərinə gözləyirsən. Gəl, maraq qaç. Oy, burada nə var? Kim gələcək onun yanına? Sən gələcəksən, mən açdım. De. Nə olar sən get, qorxuram. Heç nə eləmirəm. Ay səni. Gəl çıx söylə. Yəni oradan baxmaq biraz qorxunc olmaya bilər. Bir şey eləməliyik ona. Elə bir qayda yoxdur. Bilmirəm nəsə eləməliyik ona. Gedək mən bax üstündə belə tullanaq nə qədər. Mən tullandım da. Gəl ikimiz də. Sən qorxsan, Sənin yalanla nə yanıma çağırmışam. Sıradan. Ən azı can sıkır atacaq. Mən can sıkır istəmirəm. Yatamayacağım. Dedi, kitapda, kaç. Dəhşət qorxuram. Dəhşət. Oxuyuram. Bəli dostlar. Mən buranın tez tərcüməsini qırağa qoyacağım sizin üçün. Özüm də baxıb gəldim. Bəli dostlar, tərcüməsi bir dəqiqə yanımda da oxuyuram. Diqqətli. C 12 sentyabr 2024. Səhifə 1.5. Həkim, bir xəstə qəbul etdik. Bu gün ailəsi onun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Ancaq bir işçi öldürdükdən sonra. Dünən onun ailəsi 2024-cü il sentyabrın 10-u dünyasını dəyişdi və onun məsuliyyət daşıdığı barədə məlumat aldıq. Onun ruhi xəstəxanaya köçürməyə planlaşdırdıq. 14 sentyabr 2024. Həkim, bu gün biz onu yoxlayanda gördük ki, Bəli dostlar, qırağa da yəni sizin üçün oxudum, yəni qırağa qoymama ehtiyac yoxdur. Altda var, hə. Digər səhifəyə keçdik. Orada da eyni qaydada bir uyarı verir və bu qədər. Onu da siz tərcümə eləyərsiniz. Bəli dostlar, naməlum şəxsi oxuyuruq. Əlvida bütün həkimlər və sən bəli, bunu oxuyursansa tezliklə görüşəcəm və sağ qalmayacaqsan deyə belə bir not buraxıb. Bəli dostlar, bu notu da oxuduq. Videomuzun axırına gəldik. 3-cü bölümdə sizlə qarşılaşacağıq və əlimdə Continue key. Bəli dostlar, bu da bildiyiniz kimi kantinin açar deməkdir və gələn videoda, 3-cü videoda görüşərik. Sən bay de. Sağ olun, salamat qalın. Gələn videolarda görüşəndək. Tut. Yenə də baxmaq istəyirəm ona. Mən də baxmaq. Ay sən. Hə, ora deyirsən. Bay.